Bəzi tip xəstələr var ki, həkimə gəlməmişdən qabaq bütün şikayətləri nədir, hansı sualları vermək istəyirsə, bunların hamısını qeyd eləyir. Və bu əslində yaxşı bir şeydir. Çünki qəbul bitəndən sonra nə xəstənin sualları qalmır, nə də ki, həkimin belə deyim, qaranlıq bir sualları qalmır axılında. Bu əlbəttə ki, ən ideal variantıdır, amma 99% hallarda belə variantlar heç demək olar ki, olmur. Belə xəstə gələn kimi mənim şikayətim budur. Əsasən də bəzi xəstələrdən soruşursan ki, şikayətiniz nədir? Qayıdır ki, böbrəyimdə daş var. Yəni bu şikayət deyil, bu xəstəlikdir. Şikayət ağrı ola bilər, yandırma, göynəmə, təzyiq, bədən temperaturunun yüksəlməsi, nəsə bir narahatçılıq, bu şikayətdir. Böbrəkdə daş olanda bu şikayət deyil, bu xəstəlik kimi gedir. Bəzi xəstələr olur, gəlir, oturur, bütün şikayətlərini deyir, bütün nə baş veribdir bu bir gün, 2 gün, 3 gün arasında və həkimdə heç sual qalmır verməyə, birbaşa müayinəyə mi göndərir, ya müalicəsini mi yazır? Elə xəstələr var ki, yəni bunlarla gərək əlavə bir 10-15 dənə sual verəsən ki, bütün məlumat toplansın və xəstəyə bir diaqnoz qoyulsun. Əslində bu xəstənin işi deyil, yəni bu həkimin işidir ki, lazım olan suallar verilsin və sonra o diaqnoz qoyulsun. Çünki xəstə əlbəttə ki, bilmir bu məsələ necə olunur, hansı sualları vermək lazımdır. Məsəl üçün, elə xəstəliklər var ki, ağrı bir yerdədir, amma problem tamamilə başqa yerdədir. Sonra xəstə mütləq müayinə olunmalıdır həkimin yanında. Müayinə yəni mən nəyi deyirəm? Ümumiyyətlə, qarın boşluğu, böyrək nahiyəsi, əgər bir şübhəlik varsa xəstəliyə, əlbəttə ki, bunlara baxılmalıdır. Pasternatski sindromu var, bu da baxılmalıdır. Yəni mütləq belə deyim də əllə həkim xəstəyə baxmalıdır. Əgər nəsə bir ciddi şübhəsi varsa. 2 qrup xəstələr olur. Hansı ki, ümumiyyətlə demir, məsəl üçün nə dərman qəbul edir, ya yadında deyil, adlarını bilmir. Və ikinci qrup xəstələr var ki, əsasən də yaşlı adamlardır. Bunların dərman qəbul etməyinə və ümumiyyətlə bu xəstələrə hansısa qohumları baxır və bunlar məsəl üçün tamamilə bilmir, hansı dərman qəbul edir. Və əsasən də bu problem çox vaxtı bizdə bir qrup xəstələrə aiddir. Bu xəstələrə hansı ki, qan duruldrucu dərman qəbul edir. Çünki əgər xəstə qan duruldrucu dərman qəbul edirsə, bunu birbaşa əməliyyata götürmək olmaz. Bu xəstəyə hazırlıq görməlidir, müəyyən dərmanlar olunmalıdır ki, bunun qan sistemini əməliyyata hazırlamaq lazımdır. Çünki əgər xəstə qəbul edirsə qan duruldrucu dərmanlar, əməliyyat zamanı ciddi şəkildə qanaxma ola bilər. Və əlbəttə ki, mən bütün xəstələrə tövsiyə edirəm ki, həkimə gəlməmişdən qabaq bütün içdiyi dərmanları bir kağızda yazsınlar, qeyd eləsinlər, nə qədər qəbul edirlər, neçə tabletka, nə qədər müddətlidir bu məsələ. Bunların hamısı həkim üçün vacibdir. Çünki elə dərmanlar var ki, onların əks təsiri gətirib çıxarda bilər uroloji problemə. Və siz bunu axtarırsınız ki, nədir, niyədir bu problem və bu qəbul etdiyiniz dərmanlardır. Tutalım, ən yüngül məsələ necədir? Gəlir xəstə, bir 45 yaşında, 50 yaşında xəstədir, kişi xəlaqıdır və şikayəti nədir? Cinsi zəiflik. Başlayırsan araşdırmağa, hansı dərmanları qəbul edir? Müəyyən tipli dərmanlar var ki, hansı ki, ürək üçün yazılır. Bunlar cinsi həyata çox ciddi təsir edir. Və başa düşürsən ki, məsələ budur, problem budur və bunun həlli də məsəl üçün budur.